Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinif buraxılış imtahanına düşən maraqlı bir sualın izahına baxırıq. Deyirlər burada motorlu qayığın çayın axını ilə sürəti 20,4 km/saat, axına qarşı isə 15,6 km/saat olarsa çayın sürətini tapın. Qayığın sürətini x götürmüşük, çayın sürətini y götürmüşük. Əgər çayın axını ilə gedirsə, qayığın sürəti ilə çayın sürəti toplanılır. Yəni ki, x plus y bərabərdir 20,4-dür. Əgər axına qarşı gedibsə, sürətlər çıxılır. X çıxılsın, y bərabərdir 15,6-dır. Tərdişlər sistemi alırıq. Tərəf-tərəfə toplasaq. Alınır burada 2x bərabərdir. Bunları cəmi eləyir 36. X bərabər deyilir. 36-nı 2-yə bölürsən 18. Deməli, burada qayığın sürəti oldu 18. Amma bizə çayın sürətini istədiyi üçün burada nə edərsən? Hər hansı birində yerinə qoyursan, y-i tapırsan. Elə burada yerinə qoyaq. X-i 18 plus y bərabərdir 20,4. Y-i tapmaq üçün də 20,4-dən çıxırsan 18-i. Qalır 2,4. Yəni, y bəndi eləmiş oldu. Bugünkü izahda bu qədər. Sağ olun.